Hər kəs salam, mən Elvin. Videoma xoş gəldiniz. Bu videoda sizə blok imtahanına bir həftə qalmış nə etməli olduğunuzu başda alacağam. Hansı ki, bəzi şeylər var ki, mən onları etmişəm və həqiqətən nəticəmə çox qəşəng təsir göstəribdir. Sizə bu dəqiqə həm onları, həm də onlarla yanaşı mən etdiyim səhvləri deyəcəm ki, siz həmin səhvləri eləməyəsiniz. İlk isə videoya keçək. Əvvəlcə onu deyim ki, mən ikinci qrup olmuşam. Blok imtahanından 250 bal yazmışam və əsas fənlərim isə riyaziyyat və coğrafiya olubdur. Coğrafiya və riyaziyyatdan yüksək nəticə toplamışam və 250 bal yazmamın böyük ehtimal səbəbi də odur. Tarixdən yaxşı yazmamamın səbəbi isə vaxtın az qalmağıdır və vaxtımı düzgün bölməməyimdir. Mən onu deyim ki, əgər heç bir hazırlığa getmirsinizsə və xüsusi mövzular təkrarlamaq istəmirsinizsə, sizə üçün ən uyğun olanı dimin sınaqlarını işləməkdir. Yəni bu ildə çıxarılan dimin sınaqlarını və ondan qabaqki ildə çıxan dimin sınaqlarını işləməkdir. Bu şəkildə gəlirləsəz dimin sınaqlarını işlədikcə, məsəl üçün atıram, deyək ki, riyaziyyat işləyirsiniz. Riyaziyyat işlədiyiniz vaxt deyək ki, 5 dənə sual səhviniz çıxdı və həmin səhvlərə uyğun başqa bir sınaq işləyirsiniz. Bu zaman iminli o səhvlərin daha çox olduğu sınağı işləyirsiniz. Məsəl üçün, deyək ki, loqaritmanı yaxşı bilmirsiniz və işlədiyiniz sualda loqaritma səhvdir. Bu zaman loqaritmanın xüsusi mövzusunu alırsınız və onu işləyirsiniz. Bu zaman artıq loqaritmanı çox yaxşı biləsiniz və imtahanda sizin qarşınıza düşəcək. Özdə belə bir şey var ki, məsəl üçün, dimin bu il saldığı sınaqda 100%-də olmasa, yəni 50% həmin oradakı olan sual tipdə, yəni iminli o sual yox, oradakı sual tipində sual blok imtahanda salır. Bu belədir yəni. Bundan başqa nə etmək olar? Məsəl üçün, tarix üçün təkrarlamaq ya da tarix üçün yox, ümumiyyətlə əzbərlənməsi fənlər necə olur? Ədəbiyyat olsun, tarix olsun, biologiyada mən bilən əzbərlənən fəndir, amma dəqiq bilmirəm. Bu fənlər necə oxumaq olar? Ancaq mövzunu oxumaqla kifayətlənməyin, bunun qarışıq sınaqlarını da işləyin. Əgər qarışıq sınaqlarını həqiqətən işləsəz, yəni nəticəniz çox yüksəyə qalxacaq. Bundan başqa belə bir şey var ki, bəzi insanlar deyir ki, mən imtahana gedirəm və imtahana getdiyim vaxt fikirləşirəm ki, bu mövzu düşməz də, bunu oxumayım. Elə şey eləməyin heç vaxt. Yəni istəmədən öz bəxtinizi kəsmiş olursunuz. Həqiqətən düşməyəcək dediyiniz mövzu gedib sizin qabağınıza düşür. Mənim yadımdadır, imtahana girirdim. İmtahan qabağında kitab var idi əlimdə və kitabda girdim, ucqar nöqtələrə baxdım. Ucqar nöqtələrə baxanda getdim, imtahanda o sual mənə coğrafiyadan situasiyadan düşdü və iminli oxuduğum ucqar nöqtə olduğu üçün gedib yaza bildim. Bəlkə bilənlər bilir, bu ikinci qruplar varsa, coğrafiya sevənlər və ya üçüncü qrup, alt qrup kimi hazırlaşanlar varsa, onlar da bilir ki, ucqar nöqtələr biraz qəliz məsələdir. Qəliz deyəndə əzbərə dayanan bir şeydir da, yəni. Bir də limanlar var coğrafiyada, bunlar da əzbərə dayanan bir şeydir. Eyni şəkildə o birisi fənlərdə tarixdir, biologiyadır, kimyadır, fizikadır, riyaziyyatdır. Bunların hamısında bəzi yerlər var ki, əzbərə dayanır. Nəysə, bunlara həqiqətən imtahan qabağı baxıb girin. Çünki bunlara baxanda sizin plusunuz olur əlbəttə ki, onsuz da yəni bu vaxta qədər hazırlaşıb gəlibsinizsə, bir saat baxmaq sizə nə geriyə salır, nə də ki, bir şey sizdən itirir. Tam əksinə bal qazandıra bilər sizə. Bundan başqa imtahanın son dəqiqəsinə qədər oturun. Çünki həqiqətən yadınıza düşməyən suallar yadınıza düşə bilər. Bir də ki, məsəl üçün, deyək ki, 1, 2, 3, 4-cü sual işlədiniz, 5-ci sualı işləyə bilmədiniz. Çox vaxt itirməyin, maksimum 2 dəqiqə qalın sualın üzərində. Əgər başa düşmədiniz, o bir suala keçin və qaldığınız sualda qələmlə dairələyin. Elə şəkildə dairələyin ki, həmin o sizin gözünüzə batsın ki, artıq kodlaşdırmanı edib bitirdikdən sonra siz o sualı atlamış olmayasınız da. Bir də ki, kodlaşdırma vərəqində çox diqqətli olun. Həmin o məsəl üçün dediyim boş sual var. Diqqətli olun, məsəl üçün 1, 2, 3, 4, 5 işləyibsiniz, 6-cını işləməyibsiniz, bir də 7-ci sualı işləyibsiniz. Siz götürüb 7-nin cavabını 6-ya kodlaşdırırsanız, bütün hamısı səhv gedəcək. Buna diqqətli olun. Daha sonra suyu yanınıza qoymayın, götürüb yerə qoyun ki, hər an su dəvrilə bilər. Bundan başqa rahat paltarlar geyə bilərsiniz ki, siz daha rahat ola bilərsiniz. Ruçkanızı yoxlayın, həqiqətən belə qara ruçka aparmayın, göy rəngdə ruçka aparmalısınız imtahana. Karandaşla kodlaşdırmaq olmaz, bunları onsuz da bilirsiniz. Nəysə, başqa hansı fənlərdən danışaq? Başqa hansı fənlər? Humanitar fənlər dediyim kimi əzbərə dayanan fənlərdə əsasən. Yəni, bunları əzbərləməlisiniz, başqa yolu yoxdur bunun. Çoxlu sınaqlar işləyin, qarışıq. Bu video elə də uzun olmayacaq. Yəni uzun bir video çəksəm, ona baxmaq yerinə gedib siz test sınaq işləyə bilərsiniz. Yəni bu videodan çıxandan sonra 100% gedib qarışıq sınaqlar işləyin. Coğrafiya, tarix, riyaziyyat, öz qrupum olub deyə əsasən bunları nəzərdə tutub deyirəm. Əgər 4-cü qrupsa biologiya, kimya, 1-ci qrupsa fizika, informatika, bu kimi sınaqlar gedin qarışıq işləyin. Və bu videodan çıxandan sonra həqiqətən bunu eləyin. Çünki bunu eləsəz çox xeyir tapasınız. Sınaqlar işləyin qarışıq-qarışıq. O sınaqların içindən çıxan səhvlərə gedin, ona aid xüsusi mövzular götürün. Bayaq misal çəkdim ki, məsəl üçün, qarışıq sınaq işlədim. Qarışıq sınaqda bir dənə loqaritma sualı var idi. Onu səhv yazdın. Get iminli loqaritmanın mövzusuna aid sınaq işlə. Bunu işləsən, həqiqətən çox yaxşı nəticə əldə edərsən. Buradan bütün blok imtahanı verəcək 11-lərə uğurlar arzulayıram. İnşallah ürəyiniz dolar. İnşallah hamınız istədiyiniz yerə qəbul olarsınız.